Salam, hər vaxtınız xeyir uşaqlar. Ümid eləyirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 23-cü dərsin izahı olacaq uşaqlar. Geyimlər və sağlamlıq. Havaya uyğun geyinərək sağlamlığımızı qoruyuruq, əlbəttə. Deməli, şəkildə gördükləriniz haqqında danışın. Hava şəraitindən asılı olaraq şəkillərdə dəyişən nədir? Uşaqlar, şəkillərdə dəyişən əlbəttə ki, istiliyin, yəni havanın temperaturunun yüksək selsiyə çatması və yaxud aşağı mənfi dərəcəyə düşməsinə əlaqəli bir şeydir. Deməli, birinci fəsil payızdır. Görürük ki, yavaş-yavaş yarpaqların tökülməsidir. Deməli, belə rəngləyəcəm. Birinci fəsil nə oldu uşaqlar? Payız. Payızda nə olur? Ağaclar yarpaqlarını tökür. İkinci mavi rənglə rənglədim. İkinci nədir? Yay ayıdır. Yayda nə edirlər? Yaz yay ayına düşür də, onu demək istəyirəm. Deməli, ağaclar yaşıllaşıb, ətraf göyçəmən, çiçəklər açıb və uşaqlar tətillərini qeyd edəcəklər, yəni dincəlirlər. Uçurtma uçurur biri və s. və s. Üçüncünü isə rəngləyəcəm. Bunları rəngləyim öncə. Üçüncünü düzdür, fərqli rəngdə oldu, amma üçüncünü rəngləyirəm. Bu dəfə çəhrayı rənglə. Üçüncü isə qış fəslidir uşaqlar. Qışda nə edirik? Deməli, əlbəttə ki, sürüşürük, boğazımıza şərf bağlayırıq, əynimiz qalın olur soyuq olmaması üçün. Şaxtadan, yəni qardan adam düzəldirik, yəni qartopu oynayırıq. Belə hava soyuq olur və bu zaman ağacların üzərində, yəni həmişə yaşıl ağacları çıxmaq şərti ilə ağacların belə deyək ki, nə meyvəsi, nə çiçəyi, nə yarpağı, heç bir şeyi olmur. Belə. Uşaqlar nə üçün belə geyindiklərinin səbəbini yazın. Çünki uşaqlar yazda hava isti olur. Yayda hava isti olur. Qol açıq geyinirik, şort geyinirik. Payızda biraz hava sərin olur, amma çox soyuq olmur. Bizi orta dərəcədə qoruya biləcək qolu uzun, amma qalın olmayan köynək və yaxud belə deyim, digər paltarlar geyinirik. Amma qışda tamamilə qalın, boğazımızda şərf, başımızda papaq, əlimizdə əlcək, ayağımızda belə deyək ki, daha qalın ayaqqabı və qalın da paltar geyinmiş oluruq. Çünki hava soyuqdur, biz xəstələnməməliyik. Havaya uyğun olaraq şəkilləri birləşdirin. Gəlin havaya uyğun olaraq şəkilləri birləşdirək. Deməli, hava günəşlidirsə nə olacaq uşaqlar? Hava günəşlidirsə, çimərlik geyimi tərzində, hava qarlıdırsa, boğazımızda mütləq və mütləq şərf olacaq. Ona görə də bu gələcək bura. Yox, hava yağışlı və şimşək çaxırsa, sadəcə ayağımızda qalın, ayağımız qalın, başımızda isə çətir olmalıdır. Bunu da yaşıl rənglə belə elədim. Belə. Şəkillərdə hansı fəsillər təsvir olunub, adlarını yazın və həmin fəsillərə uyğun geyimləri sadalayın. Baxaq görək, birinci və ikinci. Birincidə qar yağır. Qar və sulu qara bənzəyir, çünki əlində əlcək var. Biz də payızda əlcək geymədiyimiz üçün ancaq qışda geyinirik. Birincini qış qeyd eləyək, qış. Qışda nə geyinirik? Əslində bunu uşaqlar payızda demək olar. Gəlin buna bəlkə payız deyək. Payız olsun, çünki yarpaqlar yenicə tökülür uşaqlar. Payız olsun bu. Bu olsun payız. Payızda nə olur? Yağış yağır. Bunun üçün çətir geyinirik ara sıra. Hava bəzən soyuq olur. Əlcək taxa bilərik. Əli həssas olan insanlar üçün. Nisbətən rahat bir paltar geyinirik. Ayağımız ıslanmasın deyə tez-tez yağış yağır bildiyimizə görə onda nisbətən qalın bir ayaqqabı geyinirik. Əlimizdə dediyimiz kimi istəyən təbii ki deməli əlcək taxa bilir və s. İkincisi isə yay fəslidir və yayda əlbəttə nə olur? İstirahət eləyirik, dənizə gedirik. Kofta, qol açıq kofta geyinirik, maykaya bənzəyən koftalar.
Sonra başımızda kepka olur. Bu kepka başımızı gündən qorumaq üçün olur. Gözümüzdə gün eynəyi olur, gözümüzü çox incitməmək üçün. Sonra limonad içirik və bəzən dənizə gedirik. Bunun üçün də dənizə aid ləvazimatlar alırıq. Bunlardan biri də şardır ki, biz həmin şar vasitəsilə boğulmaqdan canımızı qurtarırıq. Gəlin aydınlaşdıraq. Şəkil əsasında hava şəraitini deyin, sabah hava necə olacaq? Gəlin belə deyək. Əsasən indi gəlin uşaqlar, buna uyğun bir oyun oynayaq, qısa bir məlumat deyək. Məsələn, bir bölgəmizi götürək. Məsələn, Bakı və Abşeron yarımadasını götürək. Bakıda və Abşeron yarımadasında səhər böyük ehtimallı günəşli olacağı, arabir tutulacağı, gecə isə havanın nisbətən soyuyacağı və yağış yağma ehtimalı olacaq. Məsələn belə. Yəni hava proqnozu kimi dedik də, yəni cümləni. Günəşin şüaları xeyirli olsa da yay fəslində günün müəyyən saatlarında ondan qorunmaq lazımdır. Bəli. Günəşin şüaları, bəli, D2 vitamini gətirir bizim bədənimizə və bu bizi qışda xəstələnməyimizin qarşısını ala bilir. Amma ultra bənövşəyi şüalar bəzən çox həddindən artıq dərimizə yaxınlaşdığı zaman dərimizi məhv eləyə bilir. Bu da bizə pis təsir göstərir. Bunun üçün mütləq çətirdən, kepkadan istifadə eləməliyik. Müəyyən müddətdə, xüsusilə saat 11 və 4 aralığında da çölə çıxmaq o qədər də tövsiyə olunmur. Amma təbii ki, günəş altında qaralmaq üçün, dənizə gedənlər üçün bu fərqli bir mövqe bəxş eləyir. Belə uşaqlar, ümid eləyirəm bəyənmiş olarsınız. Biz bu gün sizlərlə fəsillər haqqında bir şeylər öyrəndik, sağlamlıq geyimlər haqqında. İnşallah bəyənərsiniz. Özünüzdən müğayət olun. Hələlik.